Sözün düzü mən Bayerdən bu oyunu gözləmirdim. Birinci oyundakı gedişat çox böyük ümid vermişdi. İdman kanalları ilə bağlı axırda fikrimi deyəcəm təbii ki. Bayer ilk oyunda Parisdə çox möhtəşəm bir oyun göstərmişdi. Baxmayaraq ki 5-4 hesabı ilə məğlub oldu, amma bütün hallarda ümid belə idi ki, Almaniyada Bayer PSG-ni keçə biləcək. Amma hər halda Luis Enrique kompaniya başa saldı ki, göstərdi, həm də başa saldı ki, məşqçi kimi hələ təcrübəsi çox azdır və bu oyunu mən deyərdim ki, Luis Enrique'nin Avrokubok təcrübəsi qazandı. O ki qaldı idman kanallarımıza. Əgər mən Çempionlar Liqasının yarım finalına TRT1-dən baxacamsa, hansısa linkdən baxacamsa, mənə o idman kanalı lazım deyil. Deyəcəksiniz bu qədər həmkar filan, başa düşdüm. Yeri gələndə o həmkarların ağzına çullu dovşan sığmır. Heç adamı saymırlar. Yəni iki kanaldan birində bu oyun getməyəcəksə, yəni mənasızdır da, yəni bu kanalların olmağı. Ölkə çempionatından həm Karvan Yevlaxla Neftçi, həm Qarabağla filan oyunları da kalkulyator kimi belə bir şeylə göstərirsiniz. Yəni heç belə baxılası olmur. Adamın ürəyi bulanır ekrana baxanda. Sizdən televiziya olmaz, telekanal olmaz və neçə dəfə oxşar vəziyyətlər yaratmışsınız. Hər dəfəsində tamaşaçının sadəcə yadından çıxıb. Amma bu iki kanalın elə ikisini də ləğv eləmək lazımdır. Mənim nəyimə lazımdır ki, bütün gün təkrar görüntülər verirsiniz. Həm Qarabağla Chelsea'nin oyunu təkrar, nə bilim, İdman kanalındakı 86-cı ilin dünya çempionatından çıxa bilmir. Bu iki kanalın ikisi də bağlanmalı.